Növbəti 2 sualın izahı Gəra Yaşırın Möhtəşəm 26 kitabından sınaq 1, sual 34. Kanalıma abunə olmağı və bəyənməyi unutmayın ki, növbəti videolardan xəbərdar olasınız. 34 nömrəli sualda deyir, normal şəraitdə sıxlığı n qram olan qazın 2 molekulunun kütləsini müəyyən edin. Deməli, sıxlığı n-dirsə, bunun V-si də deməli, normal şərait 22,4 litrdir. M bərabərdir ρV düsturundan mən bu qazın kütləsini hesablaya bilərəm. Bu da 22,4 n. Deməli, 22,4 n-in kütləsi, daha doğrusu bunun kütləsi 22,4 n-dir. 22,4 n kütləsi olan qazın 2 molekulunun kütləsini hesablamalıyıq. 22,4 n-in əgər Na sayda molekulu varsa, yəni 1 molunda Na sayda molekul var. Bəs bizə də 2 molekulunun kütləsini hesabla. Mən də buradan x-i tapsam, 2 vurulsun 22,4 n bölünsün Na. O da elə 44,8 n bölünsün Na-ya. O da hansı variantdadır? A variantında növbəti 35-in izahı gəlsin. X-in nisbatın kütləsini hesablayın deyir. X müsbət 2, elektron sayı n-dir, neytron sayı isə n plus 2-dir. Mən bunun proton sayını tapsam, neytron sayından toplayıb cavaba gəlib çıxmış olaram. Deməli, burada n plus 2-dir ki, n plus 2-nin üzərinə müsbət 2 olanda çıxırıq. Axı, bax, bu proton sayıdır. N plus 2 müsbət olanda çıxırıq. Minus 2 elektron sayını tapırıq. Eləyir n. Bunlar ixtisar gedir. Həqiqətən də cavabı almış olduq. Buradan da neytron sayı var, proton sayı var. Kütlə də proton və neytronların cəminə bərabərdir. N plus 2 üstə gəlir n plus 2. O da edir 2n plus 4. Burada da Y variantında doğru cavab qeyd olunmuşdur.